Qızılgül və Sarmaşığın nağılı. Müəllif Mehriban Nağıyeva. Gözəl bir yaz səhəri idi. Günəşin al şəfəqləri ətrafa səpələnmişdi. Qızılgül yorğun gözlərini açdı və ətrafa boylandı. Hər tərəf yaşıllığa, gül çiçəyə qərq olsa da, bu gözəllik onun kefini açmırdı. Çünki onun gövdəsinə sarmaşıq dolaşıb onu sıxırdı. Sarmaşıq özündən razı halda dilləndi. Mən sənə dolaşmışam ki, rahat yaşayam, sənin hesabına kef edəm. Düş yaxamdan, get ayrıca özündə tək yaşa. Ayrıca niyə? Burada çox rahatam. Axı məndən nə istəyirsən? Dolaşma mənə, dolaşma. Axı sən məni sıxırsan. Mənim xasiyyətim belədir. Mən dolaşıram, mən sarmaşıram. Axı mənim adım Sarmaşıqdır. Sən pis alaqotusan. Sən onun bunun hesabına yaşamağı sevirsən, deyib Qızılgül çarəsiz ağlamağa başladı. Çoban yastığının Qızılgülə çox yazığı gəldi. Kömək etmək istədi. Sarmaşıq, düz eləmirsən. Mənə bir bax, burada tək yaşayıram. Heç kimə də mane olmuram. Sarmaşıq qəzəbləndi. Nə? Mane olmursan? Eybi yox. Sən mane olmursan, onda mən sənə mane olaram. Bunu deyib Sarmaşıq o biri tərəfdən çoban yastığına dolaşdı. Çoban yastığını elə sıxdı ki, çiçəyin ləçəkləri töküldü. Necədir? Dilini dinc qoysaydın, belə olmazdı, deyə Sarmaşıq ucadan qəhqəhə çəkdi. Çoban yastığı ağlamağa başladı. Elə ağladı ki, səsi bütün bağçanı başını götürdü. Günəş çiçəklərin incildilməsinə qəzəblənib, yerə daha çox isti elədi. Belə etdi ki, bəlkə Sarmaşıq istiyə dözə bilməyə və çiçəklərin yaxasından əl çəkə. Amma Sarmaşıq tez aşağı əyildi və Qızılgülün yarpaqları altına gizləndi. Sarmaşığı görməyən günəş istehza ilə gülümsəməyə başladı. Belə gizlənərsən, Sarmaşıq qəhqəhə çəkdi. Gizlənmək? Mən gizlənməmişəm. Mən burada kölgələnirəm. Günəş görəndə ki, Qızılgülün ləçəkləri istidən qaralmağa başlayır. Üstəlik isti şüaları Sarmaşığa təsir etmir. Heç nə onun vecinə deyil, geri çəkilməyə məcbur oldu. Bu zaman külək əsməyə başladı. Qızılgül küləyə dedi: "Nə olar? Bəlkə bu yolla Sarmaşıq məndən əl çəkə." Külək daha möhkəm əsməyə başladı. Amma bu da Sarmaşığa təsir etmədi. Qızılgül əsəbindən Sarmaşığa bir tikan batırdı. Sarmaşığın ufultusu ərşə qalxdı. Qızılgül dedi: Düş yaxamdan. Düşmürəm. Tikanlarını yığışdır ha. Bu saat səni ilə sıxaram ki. Qızılgül daha dözə bilmirdi. Əməlli başlı bezmişdi. Bir xeyli sakit ağladı. Günəş dağların arxasında görünməz oldu. Elə bu vaxt baba ilə nəvə bağda göründü. Yenə bağı sulamağa gəlmişdilər. Sarmaşıq sakitcə Qızılgülə dedi: "Nə yaxşı gəldilər. Elə susamışam ki." Bunu demişdi ki, baba əl atıb Sarmaşığın boğazından yapışdı və onu dartmağa başladı. Sarmaşıq səsini belə çıxara bilmədi. Qopub qaldı babanın əlində. Baba bununla kifayətlənmədi. Əyilib onun bütün budaqlarını, sonra kökünü çıxartdı. Dönüb nəvəsi Nurlana dedi: "Buna bax, yazıq Qızılgülü gör nə hala salıb. Baba, bu nə bitkisidir? Bala, bu Sarmaşıqdır, alaqotudur. Qarşısını almasaq bütün bağı başına götürər. Özdə heç bir faydası yoxdur." Qızılgülün sevincinin həddi hüdudu yox idi.
Bu vaxt Nurlan təəccüblə: "Baba, baba bax, çoban yastığına da dolaşıb. Onu da sən təmizlə, mənim ağıllı nəvəm. Yaxşı-yaxşı bax ay bala, kökü qalmasın. Qalsa yenidən əmələ gələcək. Bağı cənginə alacaq. Doğrudan? Bəs necə?" Baba ilə Nurlan bağı laqotlarından yaxşıca təmizlədilər, suvardılar. Bağdakı çiçəklər elə sevinirdilər ki, daha onları sıxan, incidən yox idi. Səhəri gün günəş gözlərinə inanmadı. Qızılgül dünənki əhvalatı böyük sevinç hissi ilə günəşə danışdı. Günəş bağdakı bütün gül çiçəkləri ziyankar sarmaşıqdan qurtulduqları üçün təbrik etdi və gülümsəyə-gülümsəyə isti şəfəqlərini ətrafa səpələdi.